Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 12 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə Azərbaycanla Türkiyənin enerji zəfəri TANAP başlıqlı məqalə dərc edilib. 12 iyun 2018-ci ildə Türkiyənin Əski şəhərində TANAP Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibəti ilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib, qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin həyata keçirilməsi müstəqil Azərbaycanın tarixində daha bir mühüm mərhələ kimi yadda qaldı. Baş prokurorun Kenyaya işgüzar səfəri başa çatıb başlığı ilə məlumat isə ikinci səhifədə dərc edilib. İyunun 10-da Mombasa şəhərində Millətlər Birliyinə üzv ölkələrin baş prokurorlarının 23-cü konfransı başlayıb. Konfransın açılış mərasimində Kenya və Avstraliya dövlət prokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycan prokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismində iştirakını yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq hüquq əməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar. Üçüncü səhifəmizdəki məlumatların başlıqlarını diqqətinizə çatdırırıq. Azərbaycanın və Özbəkistanın baş nazirləri Daşkənddə ümummilli lider Heydər Əliyevin barelyefini ziyarət ediblər. Daşkənddə Azərbaycan və Özbəkistan baş nazirlərinin görüşü keçirilib. Baş nazir Əli Əsədov Daşkənddə müstəqillik abidəsini ziyarət edib. Dördüncü səhifəmizdəki Konstitusiya və suverenlik xalqımızın milli sərvətidir başlıqlı məqalədə qeyd edilir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı ilə Azərbaycan rəsmən dövlət statusunu bərpa etdi. Heç bir dövlətdən asılı olmayan, azad, müstəqil, milli və mənəvi dəyərlərə, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş demokratik cəmiyyət qurmaq əsrlər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. 5-ci səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə sabit siyasi sistemə, güclü iqtisadiyyata malik ölkə, müasir müstəqil Azərbaycan yaratdığı reallıqlarla yüksələn nüfuzunu daha da möhkəmləndirir başlıqlı yazı yer alıb. Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi artıq faktdır. Regionun əsas sənaye tədbirlərindən biri olan və hər il dünya enerji liderlərini bir araya gətirən Baku Enerji Week çərçivəsində bu il 3 əhəmiyyətli tədbir, 30-cu yubiley beynəlxalq Xəzər neft və qaz sərgisi, 13-cü Xəzər beynəlxalq energetika və yaşıl enerji sərgisi, 30-cu yubiley Bakı Enerji Forumu birləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin hərli açılış mərasimlərində iştirakı da tədbirin yüksək statusunu bir daha nümayiş etdirir. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasında isə 6-cı səhifədə tarixi və mədəni yaddaşımız qlobal tribunalarda başlığı ilə məqalə dərc edilib. Dövlətin siyasi iradəsi, vətəndaş cəmiyyətinin səyləri və ictimai dəstəyin birləşməsi nəticəsində Qərbi Azərbaycana qayıdış təkcə siyasi bir hədəf yox, həm də milli ideologiyanın əsas sütunlarından birinə çevrilir. Artıq 3 ildir ki, Qərbi Azərbaycana qayıdış mövzusu dövlət tərəfindən maliyyələşdirilən qrant müsabiqələrinin də prioritet istiqamətlərindəndir. Qəzetimizin 7-ci səhifəsindəki Avropanın enerji təhlükəsizliyində yeni reallıqlar başlıqlı məqalə isə hadisələr kontekstində rubrikasında öz əksini tapıb. Ukraynanın Avropaya qaz ixracı xəttlərini bağlaması və müharibə səbəbindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların daha da sərtləşdirilməsi qoca qitənin enerji təhlükəsizliyinə ciddi təsir göstərməklə qazla təminatında böyük problemlər yaradıb. Cərəyan edən hadisələr fonunda Şərqi və Cənub-Şərqi Avropa ölkələri qaz tədarükü ilə bağlı alternativ mənbələrə, xüsusən də Azərbaycana yönəliblər. Azərbaycan uzunmüddətli müqavilələr əsasında Avropaya əlavə qaz tədarük etmək niyyətindədir. Lakin bu yalnız müəyyən şərtlər daxilində mümkündür. Makronun növbəti sürprizi. Bir illik siyasi oyundan sonra Yelisey sarayı hansı gedişə hazırlaşır? Sualın cavabı 8-ci səhifədə verilib. Emmanuel Macronun prezidentliyi böyük və faciəvi paradoksdur. O şübhəsiz ki, öz nəslinin ən istedadlı və iddialı fransız siyasətçilərindən biridir. Lakin onun bu istedadı, təkəbbürü, xalqın nəbzini və əhvalını anlamaqda aciz olması və hər şeyi bilən texnokratik özünə inamı ilə kölgədə qaldı. O, Fransanı islah etmək istədi. Lakin sərt və barışmaz metodlarla ölkəni daha da parçaladı. Sabitlik vəd etdi, lakin riskli siyasi gedişi ilə ölkəni son 10 illiklərin ən dərin siyasiflik vəziyyətinə saldı. Qəzetimizin 9-cu səhifəsində də günün siyasi nəbzi tutulub. Bu səhifədə dil sürüşməsi, Kremlin kontekstdən çıxmış konfiqurasiyasının siqnalıdır başlıqlı məqalə öz əksini tapıb. Rusiyanın nüfuzlu xəbər portallarından biri olan Lentaru, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilən bəyanatını işıqlandıraraq Medinskinin Rusiya-Ukrayna müharibəsindəki cəbhəyanı vəziyyəti Qarabağla müqayisə etməsinin düzgün olmadığını yazdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın məsələyə münasibəti isə tipik diplomatik manevr nümunəsi oldu. Senatın ermənipərəst Troy atının aqibəti. Bu məqalə isə qəzetimizin 10-cu səhifəsində dərc edilib.
Senat və Ağ Evin qapıları üzünə bağlandıqca Bob Menendezin taktikası da dəyişib. O artıq siyasi mərhəmət istəməkdən hüquqi manevrlərə keçib. Apellyasiya məhkəməsinə müraciət edərək 11 illik həbs cəzasının maddi vəsaiti, yəni cəriməyə çevrilməsini istəyib. Lakin Trump administrasiyasının bütün bu birtərəfli, qərəzli və riyakar siyasəti yaxın buraxmayacağına ümid edilir. Dünya Bugün xəbərlər rubrikasında 11-ci səhifəmizdə Danimarka öz ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsinə icazə verib. Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklaya bilər. Viktor Orbandan Gürcüstana dəstək mesajı, Tulsi Gabbard dünya nüvə silahı ilə məhvə daha da yaxınlaşır kimi başlıqları altında maraqlı məlumatlar yer alıb. Son səhifəmizdə isə Maraq Dünyamız rubrikasında sən demə qədim insanlar, hansı yaşda valideynlərimizə daha çox bənzəyirik, pişiklər niyə oğurluq edirlər və saç rəngi ömür uzunluğundan xəbər verilmiş kimi məlumatlar öz əksini tapıb. Beləliklə qəzetimizin son səhifəsi əmdava haqqında məlumatla yekunlaşır. Bizim isə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.